Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün Temu bağlaması var. Sizin üçün unpacking çəkəcəm. Bir yerdə bunu açıb baxarıq nələr var içində. Bu dəfə elə qəşəng maraqlı məhsullar sifariş eləmişəm qızlar üçün. Məncə bəyənəcəksiniz və gəlin başlayaq, çox uzatmayaq. Bu videonu birdən qərara gəldim ki, çəkeyim. Əslində indi video çəkməməliydim, başqa işlərim var idi. Amma dedim ki, qızım yatdı, niyə də yox, gəlin sizin üçün video çəkeyim. Burada əlavə işıq var, məndə biraz isti gəlir, ondan pəncərəni açmışam. Ümid edirəm ki, bayırdan səslər gəlməz. Çünki hava elə qəşəng sərindir. Saat demək olar ki, 12-dir, 23:40 və çox səs gəlməməlidir. Gəlin. Başlayaq. Hansını birinci göstərim? Gəlin bunu göstərim. Bunu çoxdan istəyirdim. İndi başa salacağım nədir. Bu arada kanalıma abunə olsaz, videoya like qoysaz, mənə çox böyük dəstək olarsınız. Mən sizin üçün çalışıb video çəkirəm. Siz də mənə kiçik bir yaxşılıq etsəz, mən çox sevinərəm. Çünki sizin üçün xırda bir şey də ola bilər, amma mənim üçün çox vacibdir və çox xoşdur. Bu məhsul 2-1-dədir. Bura fırçaları yığmaq olar, makiyaj fırçalarını. Baxın, belə bağlanır buradan. Özü maqnit kimi bağlanır, amma maqnit deyil, görürsünüz. Və belə bir knopka kimi bir şey var. Belə, yox, maqnitdir, baxın. İçində maqnit var, deyirəm axı. Quşların səsi gəlir, telefon qoymuşam. Üzr. Bu da fırçaları yumaq üçündür. Məndə belə bir şey var idi, fırçaları yumaq üçün, aksesuar belə deyək. Amma çox pis görsənirdi. Çünki hər dəfə yuyanda tonal krem olurdu, pudra olurdu, yəni çirklənirdi də və yumaq olmurdu. Rezin kimi idi də bunun kimi yapışırdı. Amma mənimki biraz qalın rezindən idi, biraz başqa cürdü idi. Ümid edirəm bununla belə olmaz. Rəngi də belədir ki, bilinməyəcək, amma əsas təmiz olsun da, nə bilim. Yəni tutar qatıq, tutmaz ayran. Olmasa sadəcə penal kimi istifadə edərəm, balaca kosmetiçka kimi. Bura fırçaları yığaram, eybi yoxdur. Tək belə fırçaları yumaq üçün aksesuar almaq istəmirdim. Ona görə bunu gördüm və aldım. Bu, yəqin ki, başa düşdünüz də nədir? Bu kosmetiçkadır. Deyə bilərsiniz, mənki nə qədər kosmetiçka olar. Başqa yerlərdən də almışdım kosmetiçkaları. Amma bu çox rahatdır. Baxın, burada ayrı-ayrı bölmələri var. Bura kosmetikanı yığmaq olar və kifayət qədər böyükdür. Baxın, bu buradan çıxır. Nə qəşəngdir. Elə bil ki, 4 dənə kosmetiçka almış kimi oldum. Çox əla bir şeydir. Bunu bilirsiniz niyə aldım? Mənim kosmetik çantam böyükdür və heç vaxt orada heç nə tapa bilmirəm də. Tez makiyaj eləyə bilmirəm. Ona görə mənim üçün belə kosmetiçka rahatdır ki, az bura yığım. Məsələn, üzə aid olan şeyləri, tonal krem, pudra, baza falan bura yığım. Göz makiyajına aid olanları tuş, liner, maskara, göz kölgələri, 2-3 dənə palet bura yığım, balaca paletdə. Dodaqlara aid olanı bura yığım, qulluq məhsulları bura. Yəni belə məncə rahat olmalıdır və belə saxlayırsan. Başqa rəngləri də var idi. Həmişəki kimi linkləri qoyacağam, qiymətləri yazacağam sizin üçün. Qəşəngdir, mən bəyəndim. Həm keyfiyyəti də gözəldir. Həm mən gözləmirdim ki, belə çıxacaq oradan kosmetiçkalar, lipuçka ilə. Mən bəyəndim. Bir dənə də kosmetiçka var. Bunu gördüm Rus saytında, amma oradan sifariş eləmədim. Orada biraz baha idi. Temu'da sərfəli idi. Baxın. Həm də buna oxşayan kosmetiçka Charlotte Tilbury da var. Amma orada daha çox bölümlər var. Bu, dedim də sizə kosmetiçkadır. Bu biraz qəribədir. Gəlin bunu bağlayaq. Məqsəd odur ki, orada müəyyən hissələr olsun bölümlərdə, belə deyək ki, kosmetika rahat yerləşdirilsin də, orqanayzer kimi. Ki, bir dənə böyük kosmetik çantaya hamısını, bütün kosmetikanı yığmaq rahat olmur. Sonra o məhsulları axtarmağa əlavə vaxt gedir və makiyaj 2 dəfə geç hazır olur da. Ona görə belə kosmetik çantalar rahatdır.
Ama burada məncə 3-cü bölümdə. Hə, 3-cü bölüm budur da. Baxın, amma birincisindən daha çox xoşum gəldi. Görürsüz, bura xırda şeylər yığmaq olar. Dodaq qələmləri, nə bilim, liner, pomada, tuş. Yekə məhsulları da bura yığırsınız. Və burada nəsə qoymaq olar. Pis deyil, qəşəngdir. Amma şəkildə biraz daha qalın kimi görsənirdi. Görürsünüz, belə yumuşaqdır. Amma qəşəngdir. Rəngini də qəşəng seçmişəm. Rəngləri də çox idi. Onun lap çox idi rəngləri birinci göstərdiyim. Növbəti məhsulu göstərirəm sizə. Bu dondurma hazırlamaq üçündür. Mən 2 dondurma reseptini gördüm internetdə. Biri qarpızdandır, o birisi çiğ yumurta ilə. Ondan biraz qorxuram, südlə, çiğ yumurta ilə dondurmanı elə hazırlayırlar da. Amma nə bilim, özüm qorxuram onu eləmək. Məncə meyvəli buz eləmək olar. Baxın, burada çubuqları da var. Çubuqları çoxdur, elə 4 dənədir. Yox, 6 dənədir çubuq. 6 dənə çubuq var. 1, 2, 3, hə. Altdan bunu belə qoyursan bura. Hə, bundan da bağlayırsan və qəşəng dondurma hazırlayırsan. Əsas uşaqlar üçün, uşaqları olan bunu sevər. Mən özüm üçün eləməzdim belə bir şey. Məncə alıram da marketdən. Onsuz da hər gün yemirəm ki, dondurmanı olar ki. Amma qızım sevir dondurmanı. Ona görə qızım üçün hazırlayaram. Bəlkə də video çəkərəm sizin üçün. Yazın, maraqlıdırsa video çəkim ki, necə hazırlayıram dondurmanı. Sizinlə reseptlə və nəticə ilə bölüşüm. Bugün bir dənə də sifariş elədim Temudan. Gördüm bir dənə səbətə atdığım məhsulun qiyməti düşdü. Tez sifariş elədim ki, bitməsin. Ona görə gözləyim, təzə video gələcək Temudan. Sonra burada nələr var? Burada blogerlər üçün aksesuarlar, avadanlıq var. Çox maraqlıdır. Təzə başlayan blogerlərə də maraqlı olacaq. Köhnə blogerlərə də maraqlı ola bilər. Bu qızım üçündür. Azərbaycanca bilmirəm nə deyirlər buna. Mən balaca olanda patyashki deyirlər buna. Patyashki. Kəmər kimi bir şeydir, amma buradan belə taxırsa göstərəcəm sizə. Şəkildə 5 rəngdə seçdim ki, hər paltarla qəşəng görsənsin. Qızım arıqdır. Nə qədər çalışıram yedizdirim, yaxşı yemək yemir, o qədər də yeməyi sevmir. Ancaq axşamlar yeməyi sevir. Ümid edirəm ki, bu uyğun olar bizə, böyük olmaz. Razmerini, ölçüsünü yəni tənzimləmək mümkündür. Baxın, buradan tənzimləyirsən ölçüsünü. Keyfiyyəti də qəşəngdir, hələ ki bəyənirəm. Məndə də belə bir patyashka. Uşaq olanda mən də bundan istifadə edirdim. Mən də arıq idim. Qızımız da anasına oxşuyub. Atası da kök deyil, arıqdır. İkimizə də oxşuyub. Bunu dayana bilmədim də. Bilirəm çoxdur qızımın saç aksesuarları artıq. Amma dayana bilmədim. Baxın nə gözəldir. Bu biraz başqa cürdür. Bu bizimkilərdən qəşəngdir məncə. Mən yadınızdadır sifariş eləmişdim. Amma bunlar rezindir. Bunları təmiz yerdə saxlamaq lazımdır, kulokdakı toz olmasın. Bilirsiniz də toz məni dəli edir. Baxın nə qəşəngdir. Ay, qırmızı tün saça lap qəşəng gedir. Baxın. Birini də taxaq. Sizə göstərmək üçün taxıram, özüm istifadə eləməyəcəm, qızım üçündür. Baxın nə qəşəngdir. Ananas. Bir dənəsini də taxın bura. Qarpız da var. Gilas da var. Vişnə də var. Hər şey var da. Baxın nə qəşəngdir. Belə davam edir çəkilişə. Xoşuma gəldi. Yaraşır mənə. Mən belə zakolka başqa dizaynla sifariş eləyə bilərəm. Məncə yaxşı görsənir. Həm də rahatdır. Saçları üzdən yığır. Çox rahatdır. Gərək özüm üçün də sifariş eləyim. Məndə var idi, amma 1-2 dənə çox istifadə eləmirdim. Heç vaxt xoşlamırdım zakolkadan. Açıq saç sevirəm də. Sonra nəyə götürürəm? Bunları axırda göstərərəm. Bunu yoxlayarıq bir yerdə blogerlər üçün olan avadanlığı. Bu ayda ümid edirəm ki, qırılmadı. Bu da qızım üçündür. Hə, bu belədir. Bu qızım
həmişə bizim eynəklərimizə baxır. Dedim ki, qızım üçün də bir dənə eynək sifariş eləyim. Balacadır. Məncə onun razmeridir. Düzdür, bu yəqin ki 5 manata ya neçəyə idi, 7 manata yazacağım da həmişəki kimi. Yəqin ki şüşəsi o qədər də keyfiyyətli deyil. Bu sadəcə oynamaq üçündür ki, gözü qalmasın da. Böyüklərdə var, onda da olsun, oynasın. Baxın, nə şirindir. Özüm bej rəngini götürdüm ki, yenə də bütün paltarla qəşəng görsənsin. Baxın, burada dəsmalı da var silmək üçün. Bahalı açkilərdəki kimi. Belə qutuda gəlir və orada belə bir şey də var. Bunu necə taxırsan bura? Hə, bunu əlavə olaraq taxırsan ki, uşaq itirməsin də eləyin. Hə, başa düşdüm. Baxın, burada deşiyi var. Bunu buradan taxırsan və başına salırsan belə ki, ata bilməsin də. Balacadır, axı 2 yaşı var. Bunu belə taxırsan. Mənim xoşuma gəldi. Qiymətə görə əladır. Məncə qızım sevinəcək. Ümid edirəm birinci dəfədən qırmaz bunu. Sonra nə qaldı? Burada bir dənə qəşəng bir şey var. Hər şey qəşəngdir. Əslində bu sifarişi çox gözləyirdim. Baxmayaraq ki, paltar yoxdur içində, amma yenə də. Bu zinət əşyalarını, bijuteriyaları saxlamaq üçün qutudur. Bunu əsas qızım üçün sifariş elədim. Qəşəng endirim var idi. Bəlkə də hələlik özüm istifadə eləyərəm. O da böyüyəndə öz şəxsi əşyalarını bura yığsın. Məncə bu daha uyğundur qızıma. Ona görə bunu seçdim. Baxın, burada özün istədiyin kimi bu xətləri yığa bilərsən ki, burada əlavə yer olsun. Bax, bir dənə də qoya bilərsən, görürsünüz. Məndə tünd göy rəngdə var bundan. Mənimki daha keyfiyyətlidir, Bakıdan almışam, amma mən bunu daha baha almışam. Ən azı 10 manata ya 13 manata. Amma bunun rəngi çox qəşəngdir. Və yer daha çoxdur burada, elə bil ki, üzüklər üçün ya da eynidir. Baxın. Çox qəşəngdir, amma endirimlə almaq olar. Səliqəli işlətsəz, çox uzun müddət gedəcək bu sizdə. Rəngi də Tiffany rəngidir, çox gözəl bir rəngdir. Mənim rəfiqəm var, onun ən sevdiyi rəngdir. Bu da dondurma üçündür. Bunu sonra açıb əlavə eləyərəm kadra. İndi istəmirəm ona vaxt geçsin ya da şəklini əlavə eləyərəm. Bu qarpız kimidir. Mən sizə dedim də reseptlərdən birində qarpızdan dondurma hazırlayırdılar. Ona görə düşünürəm ki, bu maraqlı olar. Qarpız formasında. Bunu da səliqəli işlətsəm, sonra qızım biraz böyüyər, özü dondurma hazırlayar. Mən balaca olanda Rastişka yoğurt var idi. Onun içindən çubuqlar çıxırdı. Reklamda göstərmişdilər ki, çubuğu salırsan yoğurtun içinə və belə dondurma hazırlayırsan. Mən hazırlayırdım. O qədər də wow bir şey değildi. Amma maraqlı idi də, özüm dondurma hazırlayırdım güya. Qardaşımla bir yerdə məşğul idik. Özümüz üçün hazırlayırdıq da, yəni. Bu dəstim. Bunu indi başa salacağım sizə niyə sifariş eləmişəm. Baxın, bu kipriləri ayırmaq üçündür. Mən əslində bunu istəyirdim. Buna görə bu dəsti sifariş elədim. Hər dəfə əziyyət çəkirəm tuş çəkəndə. Kiprilərim bir-birinə yapışır. Ən yaxşı maskaranı tuşu istifadə etsəm də belə. Düşünürəm ki, qurumamış bundan darıyım. Təhlükəli bir şeydir deyim ha sizə. Ehtiyatlı olun siz alsaz bunu. Çox ehtiyatlı olmaq lazımdır bunu istifadə eləyəndə. Amma görək də yoxlayaram. Ayrıca rolik çəkmək lazımdır. Qısa rolik. Temu aksesuarlarını yoxlamaq üçün. Blogerlər çəkir xaricdə. AliExpress Temu məhsullarını yoxlayır. Videolarda əsasda kosmetik məhsulları, avadanlıqları, elektron texnikanı yəni yoxlayır, gadjetləri və s. Bu daraqdır. Bunu da əslində istəyirdim alım. Daha doğrusu bunu ən çox istəyirdim. Belə bir darağı. Amma düşünürdüm ki, niyə buna ayrı pul verim? Onsuz da hər dəfə qaş üçün qələm alıram və onun içində zaten olur fırçası arxasında.
Amma bu dəstdir deyə dedim, niyə də yox, olsun da. Qiyməti o qədər də fərqlənmir də, ayrı bunu almaqdansa ayrıca dəst almaq daha sərfəli idi. Ona görə bunu da aldım. Burada göz üçün liner də çəkmək olar bundan məncə, amma bu daha çox göz kölgəsi üçün, daha doğrusu qaşları doldurmaq üçün, qaş kölgəsini çəkmək üçün də məncə bunun üçündür də. Baxın, nazikdir. Liner rahat olmaz. Bilirəm, xanımlar var çəkir bundan lineri, amma mən xoşlamıram belə fırçalarla çəkmək. Mən başqa fırça ilə çəkirəm. Bu da qaşları daramaq üçündür. O birisi də qaşları daramaq üçündür. İndi gel var qaşlarımda, istəmirəm xarab eləyim. Həm də bunları yəqin ki yumaq lazımdır da. Sonra bir dənə şey qalıb, ən vacib olanlardan. Bir dənə də lipuçka sifariş etmişdim. O harda? Hə, o buradaydı, bayaq gördüm. Hə, 3 dənə məhsul qalıbmış. Mən də sizə 2 dənə dedim. Aldatdım sizi. Bu dildizdə yəqin nədir? Qutusuna baxdınız. Bu tək blogerlər üçün deyil. Siz özünüz də qəşəng şəkil video çəkmək istəyirsinizsə, şəxsi istifadə üçün də ala bilərsiniz. Bunu qəşəng şəkillər eləmək üçün. Şəkil çəkmək istəyirsinizsə, professional. Ən əsası bahalı kamera deyil, bahalı telefon deyil. Ən əsası işıqlandırmadır. Orta smartfonunuz varsa, belə işığınız varsa, indi görək bu necədir hələ. Elə tərifləyirəm ki, bilirəm ki, yaxşıdır. Yəni, yaxşı işıqlandırma varsa, onda fərqi yoxdur. Smartfonunuz, kameranız orta da ola bilər, amma özünüz üçün, ailəvi üçün qəşəng şəkillər çəkə bilərsiniz. Məncə bunu birinci charge eləmək lazımdır. Sonra işləyəcək də. Sonra yandır. Ay, yox. Baxın, nə güclü işıq verir. Baxın, indi baxaq videonun fərqi. Görürsünüz fərqi. Məndə var burada işıq. Amma orta xoda qoymuşam ki, çox isti olmasın. Baxın, nə qəşəng oldu. Üzüm ağappaq oldu, tərtəmiz. İndi bu sarı işıqdır. Üzdə çəkiliş zamanı kölgə falan olanda çox pis görsənir. Üzü yorğun, yaşlı göstərə bilər belə kölgələr. Amma yaxşı işıqlandırma varsa, bu bütün problemlər aradan qaldırılır. Baxın, burada rejimləri var. Belə bilinmir, belə nöqtələrdir. Nöqtə. İndi oldu soyuq işıq, baxın. Məsələn, mənim otağım biraz isti tonlardadır. Balans yaratmaq üçün mən xoşlayıram ya orta, ya da soyuq işıqdan istifadə eləyim ki, çox sarı olmasın. Çox sarı olanda xoşlamıram, yaxşı görsənmir. Bunu yəqin bütün blogerlərdə görmüsünüz. Artıq mən axırıncıyam bunu sifariş eləyəm. Səbəb də odur ki, mənim qızım arada istifadə edir mənim telefonumdan. Və burada məndə üzüyü olur. Göstərmişdim sizə əvvəlki videolarda. Qısa video çəkmişdim. Bunu çıxartdım. Amma həmişə məndə burada üzüyü olur başqa kaburada. Ona görə, amma dözə bilmədim də, bilmirəm, başqa kabura ilə istifadə eləyərəm, elə bununla istifadə eləyərəm. Bunu yapışdırırsam bura. Sonra güzgüyə, divara da məncə olar. Əsası da güzgüyə yapışır. Belə özünü çəkə bilərsən. Bunu belə eləyirlər çox vaxt. Bu köhnədir artıq məndə. Sadəcə bunu telefonu ştativdə sabitləmək üçün çıxartdım. Birisi kaburanı bunu saldım. Başqa kaburanı seçib yapışdıraram. Nəhayət ki, məndə də var bundan ura. Bu qədər bitdi bütün sifarişlərim. Fikirlərinizi şərhlərdə mütləq yazın. Daha nələr sifariş eləyə bilərəm Temudan? Mənə nə məsləhət görə bilərsiniz? Bilirəm ki, çoxunuz Temudan artıq çoxdan alış-veriş edirsiniz. Siz mənə yazın. Mən də bilim, bəlkə nəyisə bilmirəm. Mənim videomu axıra kimi izlədiyiniz üçün sizə təşəkkür edirəm. Görüşərik sizinlə növbəti videolarımda. Kanalıma mütləq abunə olun, like qoyun. Hələlik öpürəm sizi.